Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Vəfa Şərifova sosyal medya hesabında verdiği solo konsertdən sonra bəzi müğənnilərin onun prodüserinə zəng etməsindən danışıb. Həmin görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Vəfa Şərifova yeni mahnısını da təqdim edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Kurban olum səni. Deməli, prodüserimə zəng vurub deyir bir müğənni ki, 3 gündür mənim təzyiqim düşmür, skorların biri gəlir, biri gedir. Niyə? Niyə bala, niyə? Mən iş görmüyorum ki, sənin üstüvə skoru gəlir. Belə dərd, and olsun Allaha bir mənəm yaşayanda. Belə bir şey ola bilməz də bu dünya tarixində. Bir müğənni zəng vursun, o birisi müğənninin prodüserinə ki, mənim təzyiqim düşmür, mənim üstümə skoru gəlir, gedir. Niyə Vəfa konsert verib? Ne yani? Ne əlaqə? Konsert vermişəm də, sizi söyləmişəm ki. Konsertdən də sonra gördüm ki, səhifələr falan, bir neçə səhifələr paylaşır, pis rəylər var. Ona görə götürdüm bir dənə, effektim də elə bir çox olub. Götürdüm bir dənə yazdım ora cız. Niye özünüzə götürüb? Ona da cavab yazırsınız. Bəsdir, ayıbdır, vallahi ayıbdır. Sizin də özünüzə görə bir sənətiniz var, sənətçisiz, sevənləriniz var. Onlara hörmət qoyun. Özünüzə hörmət qoymursunuz, onlara hörmət. Xahiş eləyirəm artıq dərəcədə. Mənim prodüserimə zəng vurub ağlamayın, ruhdan salmayın onu. Nə bilim, o gül bu gülə oxşadı. Bu musiqiçi o vaxt mənlə də gedib. Nə olsun, indi başqasına aparam, o vaxt mənlə də işləyib də. Neyniyim, mən neyniyim? Mən durum sizin tarixçənizi araşdırım ki, hansısa musiqiçi nə vaxtsa sizlə işləyib. Gül göndərən adama deyim ki, bu falan kəsin gülünə oxşur, göndərmə, dəyiş. Yəni, belə şey olur. Ne əlaqəsiz bir mövzulardır. Artıq biz o yaşları keçmişik. Bizim o vaxtımız deyil. Bu davalar mənasızdır. Bu paylaşımlar da mənasızdır. Bundan sizə bir reklam və bir də qeyd edeyim ki, dostlar, ora gələn bütün gülləri sənət yoldaşlarım göndərmişdi, dostlarım göndərmişdi. Orada da hamısı təqdim olunub, bir-bir hamıya təşəkkür eləmişəm, adlarını çəkmişəm. Ora gələn sənət yoldaşlarımdan da gətirən var idi. Bəziləri də gələ bilməmişdi, əvəzində hörmət əlaməti olaraq güllər göndərmişdi və heç biri sahibsiz bir güllər deyildi də. Hər gülün öz sahibi vardı və bir-bir adları qeyd olunub. Sağ olsunlar hamısı. Yəni, heç bir qərəzli kimsə gülünə bənzəyib deyə bir şey yoxdur da. Heç bir gül kim üçünsə istehsal olunmuyor ki, ola bilər dekoru bənzəyə bilər. Yəni, burada da mənim bir günahım yoxdur. Bu arada mahnım artıq YouTube'dadır. Girin, izləyin, dinləyin. Hatırlayarsan məni. Ay, yıxılmışdım. İşi göz dəydi mənə. Gəlmişəm İsmail bəyin yanına. Yeni mahnı gəlir. İnşallah. Kobra hanı? Yuvasında. Yuvasında.